Həqiqətən insanın Allah qatında ucalması, onun Allahı sevməsinə və Allaha itaat etməsinə görədir. Yəni insan nə qədər Rəbbini sevərsə və onun əmrlərinə boyun əyər və onun qadağalarından çəkinərsə, yəni bir o qədər də o insan həm dünyanın əsl xoşbəxtçiliyini, səadətini əldə edir və həmçinin yəni axirətini qazanır. Yəni hər bir insanın da bu dünyada kimliyindən asılı olmayaraq əsas məqsədi, qayəsi istəyir ki, xoşbəxt olsun, xoşbəxtliyi əldə eləsin. Amma bəzən insanlar onu olmadığı yerdə axtarırlar. Kimisi malda, dövlətdə, kimisi vəzifədə, kimisi əylənməkdə axtarır. Amma mömin insan isə onu Allaha qulluqda axtarır. Yəni mömin tək dünyanın yox, həmçinin axirətin də xoşbəxtçiliyini axtarır. İnsanların məqsədi eyni olmasına baxmayaraq yollar fərqlidir. Amma o xoşbəxtçiliyin üzərinə çıxaran, aparan yol isə bir dənədir. O da necə ki Allah Teala buyurur: "Və men a'rada an zikri fe inne lehu ma'işeten danka." Yəni kim mənim zikrimdən uzaq olarsa, onun güzaranı, yaşayışı sıxıntı içərisində olar. Yəni zikrimdən deyildiyi zaman Qurandan və Qurandakı əmirlərdən uzaq olarsa, Qurandakı qadağalardan çəkinməzsə, yəni onun güzaranı, yaşayışı sıxıntı içərisində olar. Yəni o insan istədiyini yesin, istədiyini geyinsin, ən bahalı paltarlar geyinsin, ən bahalı yeməklər yesin və dünyada istədiyi hər bir şeyə əli çatsa belə yenə xoşbəxt ola bilməz. Nə qədər ki Qurandan uzaqdır, oradakı əmirləri yerinə yetirmir və oradakı qadağalardan çəkinmir. Və insan özü də bunu yoxlaya bilər və görər ki, nə qədər insanlar var, milyonların içərisindədir, qəsrdə yaşayır, istədiyi hər bir şeyə əli çatır. Amma görürsən ki, dünyanın ən bədbəxt insanıdır. Sıxıntı içərisində yaşayır, yəni qəlb rahatçılığı insanda yoxdur. Və ona görə də alimlərin ittifaq elədiyi bir məsələdir ki, əsl xoşbəxtçilik qəlb rahatçılığıdır. Və qəlbə də o rahatçılığı, huzuru yerləşdirən, bizi yoxdan yaradan Rəbbimizdir. Və Allah Teala Ən-Nəhl surəsində buyurur ki: "Mən amilə salihan min zəkərin əv unsə və huve mu'min, fələnuhyiyennehu hayatan tayyibə." İman gətirdiyi halda salih əməl edən hər bir kişi və qadına xoş həyat verərik. İman gətirdiyi halda salih əməl edən. Deməli, bu ayə onu bildirir ki, xoşbəxtçiliyin, qəlb rahatçılığının ən başlıca amili imandır. Yəni insanın Rəbbinə iman gətirməsi, onun dediklərini təsdiq etməsi. Və sonra o imanın tələb etdiyi şəkildə əməllər etməsi, Allaha boyun əyməsi, salih əməl etməsi. Allah Teala nə vəd verir? "Fələnuhyiyennehu hayatan tayyibə." Və buyurur ki, biz ona xoş həyat verərik. Biz ona xoş həyat verər. Xoş həyat Allah Teala vəd verir. Yəni bu ayədən alimlər fayda olaraq çıxarır ki, iman gətirib salih əməl edən insan hər bir halında xoş həyat içərisindədir. Nemət içərisində olduğu zaman, sıxıntıda, kasıblıq və digər bəlalar, ağrı, acılar üz versə belə, yenə o insan xoş həyat içərisindədir. Nə üçün? Necə ola bilər ki, yəni kimsə deyə bilər ki, necə olur ki, insan kasıb olsun, sıxıntı içərisində, xəstəlik və bununla yanaşı xoşbəxtçilik əldə eləsin. Çünki bu insanda ona üz verəcək hər bir halı qarşılamaq üçün əsas var. O əsaslarla düzgün qarşılayır və ona görə də qəlb rahatçılığını əldə edir. Və o da nədir? İmandır. Yəni, mömin insan nemət içərisində olduğu zaman, Allah Teala ona nemətlər bəxş etdiği zaman bilir ki, bu nemətlər Allahdandır. Və çalışır ki, o nemətin şükrünü versin. O nemətləri Allahın razı qaldığı yerə sərf eləsin. Və buna görə də Allah Teala onun qəlbinə huzur yerləşdirir, şükür elədiyinə görə. Və həmçinin müsibət gəldiyi zaman, xəstəlik gəldiyi zaman səbr edir və bilir ki, hər bir insan Allahın mülküdür və Allah Teala öz mülkündə istədiyini edir və kimdənsə nəsə soruşmur. Necə ki Allah Teala buyurur: "La yus'alu amma yef'al ve hum yus'alun." Allah Teala etdiyinə görə sorğu-sual olunmur, insanlardır etdiyi əməllərinə görə sorğu-sual olunanlar.
Fəalun limə yurid buyurur. Yəni Allah Teala istədiyini edəndir. Və ona görə mömin Allahın bölgüsünə, təqdirinə razı qalır. Təslim olur. Vacibən qoparmır. Etiraz etmir. Artıq hərəkətlər etmir. Yəni saç yolmur, üzünü vurmur, sinəsini cırmır. Səbr etdiyinə görə Allah Teala onun qəlbini hidayət edir. Necə ki Allah Teala buyurur: "Və men yu'min billahi yehdi qalbə." Yəni kim Allaha iman gətirərsə, Allah Teala onun qəlbini hidayət edər. Onun qəlbini hidayət edər. Alqamə rahimehullah deyir ki, bu o insandır ki, başına bir müsibət gəldiyi zaman onun Allah Teala tərəfindən olduğunu bilər və Allahın bölgüsünə, təqdirinə razı qalar, təslim olar və Allah Teala onun qəlbini hidayət edər. Yəni gəlin baxa, o insan ki iman gətirməyib, o insan nemət gəldiyi zaman nə edir? Və görürsən ki özündən görür. Yəni bütün bunları mən öz elmimə görə, öz bacarığıma görə, öz təcrübəmə görə əldə etmişəm deyir. Neməti Allaha mənsub etmir. Və ona görə o insan rahat ola bilmir. Görürsən ki hər şey var, amma sıxıntı içərisindədir. Qəlb rahat deyil. Yəni o vaxtda Musa aleyhissalam dövründə çox zəngin insan var idi, Qarun. Yəni insanlar ona deyir ki, əhsin kəmə əhsənəllahu ileyk. Allah Teala'nın sənə ehsan buyurduğu kimi sən də insanlara yaxşılıq et. O nə deyir? Deyir ki, innəmə utituhu alə ilmin indi. Mən bütün bunların hamısını öz elmimə görə əldə etmişəm. Özündən görür, neməti etiraf eləmir. Nəticə nə olur? Allah Teala buyurur ki, fəxəsəfnə bihi və bidəril ard. Biz onu evi ilə birgə yerə batırdıq. Biz onu evi ilə birgə yerə batır. Deməli, insan nankörlük edərsə, həm bu dünyada, yəni başına bəlanın gəlməsinə və həmçində axirətdə də cəhənnəmin qazanmasına, yəni səbəb olur. Çünki Allah Teala qullarından kənud olanı sevmir. Allah Teala buyurur ki, innəl insane li rabbihi ləkənud. Həqiqətən insan Rəbbinə qarşı nankördür. Və digər təfsirdə gəlir ki, Həsən-ül Basri rahimehullah buyurur ki, kənud o insandır ki, nə vaxt yanına otursan, başına gələn müsibətlərdən danışar, xəstəliklərdən danışar, amma Allah Teala'nın ona verdiyi saysız hesabsız nemətlərdən yəni söz açmaz. Yəni bu insan kimdir? Nankör insandır. Kənud sayılır. Yəni belə bir hərəkətdə cəhənnəmi qazandıran bir hərəkət sayılır, əməl sayılır. Yəni insanın xəstəlik günlərini cəm etsək, bir il ərzində olsun bir ay. 11 ay ki insan sağlamdır. Yəni 11 ayından, sağlamlıq günlərindən, o salamat günlərindən danışmır, amma xəstəliyindən danışır. İş getmir, problem var, sıxıntıdır. Amma o insan ki, yəni şükr edir, neməti Allaha mənsub edir, Allah Teala'nın bəxş elədiyi nemətlərdən söz açır. Yəni o insan görürsən ki, həm dünyada yəni huzur içərisində olur və həmçində axirətin mükafatlarını qazanır. Çünki nemətləri danışmaq özü bir şükür sayılır. Allah Teala Quranda buyurur ki, وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ. Yəni sən Rəbbinin nemətlərinə gəldikdə onu danış. Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, اَتَّحَدُّثُ بِالنِّعَمِ şukrun وَتَرْكُهَا كُفْرٌ. Yəni nemətləri danışmaq özü şükürdür və onları gizlətmək isə küfürdür. Amma bilməliyik ki, nemətlər içərisində ən uca, ən əzəmətli nemət tövhid nemətidir, hidayət nemətidir. Allah Teala'nın sənə haqqı olaraq göstərməsi, haqqa müvəffəq etməsidir. Və əgər insan bu nemətə nail oldusa, bundan sonra onu dəyərləndirməlidir ki, bu nemət davamlı olsun. Və bu nemət aradan qalxmasın. Çünki şükür olunmayan nemət aradan qalxır. Allah Teala buyurur, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِ لَشَدِيدٍ. Əgər siz şükür etsəniz, sizə olan nemətimi artıraram. Əgər küfr etsəniz, əzabım bir o qədər də şiddətlidir. Yəni insan nankörlük etməklə yəni zərəri özünə toxundurur. Və həmçinin İbrahim surəsində buyurur, وَقَالَ مُوسَى اِنْ تَكْفُرُ أَنْتُمْ وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا فَإِنَّ اللّٰهَ لَغَنِيٌّ حَمِيدٌ. Musa Peyğəmbər dedi ki, əgər siz yer üzərində olanların hamısı küfr etsə, kafir olsa belə, Allah Teala'nın sizə ehtiyacı yoxdur. Allah Teala özü özlüyündə tərifə layiqdir. Amma nə vaxt ki, insan yəni şükr edir, yəni dünyada ucalır. Yəni dünyada ən uca məqamlardan biri, yəni insanın şükr edənlərdən olmasıdır.
Yəni şükrün mükafatı böyükdür. Çünki Allah Teala digər mükafatları öz istəyinə bağlayır. Deyir ki, və yətubullah alə mən yeşə. Allah Teala istədiyinin tövbəsini qəbul edir. Və yəğfiru limən yeşə. İstədiyini bağışlayır. Və yərzuqu mən yeşə. İstədiyinə ruzi verir. Amma şükrə gəldikdə isə və buyurur ki, və sənəczi şəkirin. Biz şükr edənləri mütləq mükafatlandıracağıq. Yəni şükrün mükafatı mütləq şəkildə verildiyinə görə, mükafat böyük olduğuna görə, yəni iblis söz verib ki, bütün bəşəriyyəti azdıracaq, yəni şükr edənlərdən olmasınlar deyə. Necə ki, A'raf surəsində Allah Teala buyurur: "Thumma la'atiyannahum min bayni aydihim ve min khalfihim ve an aymanihim ve an şemailihim ve la tecidu ekserahum şakirin." Yəni iblis Allah Teala deyir ki, sonra mən onların, yəni insanların önündən, arxasından, sağından, solundan gələcəyəm və sən onların çoxunu şükr edənlərdən tapmayacaqsan. Yəni iblis qeybi bilmirdi. Nə olacaq bilmir. Sadəcə o zənni idi. Zənni idi ki, şükr edənlərdən olmayacaq, amma zənni doğru çıxdı. Çünki Allah Teala buyurur: "Və qalilun min ibadiyeş-şakur." Yəni mənim şükr edən bəndələrim azdır. Və buna görə insan bu məqama yetişmək üçün bunun səbəbləri var. Ən əsas səbəblər də insan tövhidi gerçəkləşdirməsi, Allaha olan ibadəti düzgün şəkildə yerinə yetirməsi və ibadəti çoxaltması ən əsas şükürlərdən sayılır. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm keçmiş və gələcək günahları bağışlanmış olduğu halda, yəni gecə namazında o qədər ayaqda durardı ki, ayaqları şişərdi və bu barədə ona sual veriləndə deyir ki, "Əfələ əkunu abdən şəkurən." Məgər mən şükr edən bəndə olmayım mı? Yəni Allah Teala'nın mənim keçmiş və gələcək günahlarımı bağışlaması özü-özlüyündə bir nemətdir. Və bu nemətə qarşılıq olaraq mən şükr edən bəndə, yəni olmayım mı? Və həmçinin insanın nemətləri danışması, nemətləri Allaha mənsub etməsi yenə, yəni şükr etməyə aparan vasitələrdən sayılır. Və həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə gözəl bir qayda verir. İnsanın şükr edənlərdən olması üçün buyurur ki, "Unduru ilə mən huvə əsfələ minkum və la tanduru ilə mən huvə fawqakum." Yəni siz sizdən aşağıda olanlara baxın, yuxarıda olanlara yox. Əgər belə etsəniz, Allahın sizin üzərinizdə olan nemətini aşağı, dəyərsiz görməzsiniz. Yəni insan hansı halda olmasına baxmayaraq, yəni özündən aşağıda olanlara baxarsa, yenə görər ki, Allah Teala'nın, yəni onun üzərində nə qədər böyük nemətləri var. Dünyavi məsələlərdə insan aşağı baxmalıdır. Amma axirət məsələlərində isə, cənnəti qazanacaq məsələlərdə isə Allah Teala bizə yarışmağı, ötüşməyi buyurur. Və sari'u ilə məğfirati min rabbikum və cənnə, və buyurur ki, cənnətə, Rəbbinizin məğfirətinə tələsin. Başqa ayədə buyurur, ötüşün. Başqa ayədə buyurur, və fi zəlikə fəlyətənəfəsil mutənəfisun. Yəni qoy yarışanlar, ötüşənlər bu kimi işlərdə, yəni axirəti qazandıracaq işlərdə ötüşsünlər, yarışsınlar. Amma dünyaya gələndə isə dünyada Allah Teala yarışmağı buyurmur. Əksinə insan dünyada yüngül səbəblərdən tutması insan üçün kifayət edir və həmçinin yəni özündən aşağıda olanlara baxmalıdır ki, özündə olan neməti görsün. Məsələn, əgər bir insanın 2 otaqlı evi varsa, yəni bir otaqlı evi olana baxsın, bir otaqlı evi olan heç evi olmayanlara baxsın. Amma da bax ki, insan yuxarı baxır, böyük evlərə baxır, villaya, qəsrlərə baxır. Sonra özünün evinə gəldiyi zaman onu bir nemət olaraq görmür. Hansı ki, ondan minlərlə, bəlkə də milyonlarla insan, hansı ki, özünün içərisində olduğu nemətdən milyonlarla insan məhrumdur. Yəni, ölkələr var ki, 60-70% kirayədə yaşayır. Amma halbuki insanın evi balaca olsa da, yəni nemət içərisində, evdədir. Yəni evdə ev neməti onda var. Və yaxud da digər sıxıntılar. Ona görə sələflərdən biri deyir ki, mən yəni bir xəstənin yanına getdim. Gördüm ki, insan xəstəliyin şiddətindən inildiyir və mən ona dedim ki, sən Allaha şükür elə ki, sənin daldalanacaq yerin var, soyuqdan, yağışdan qorunacaq yerin var, isinəcək yerin var. Üstəlik sənə xidmət edən də var. Sən xatırla o insanları ki, onlar küçə-bacada yaşayırlar. Nə onların soyuqdan, küləkdən qorunacaq yeri var, yağışdan qorunacaq yeri var, isinəcək yeri var, nə də onlara xidmət edənlər var. Və ikinci dəfə gəldiyim zaman artıq insan inilləmirdi. Yəni görürsən, bəzən bir söz insanın təsəlli tapmasına səbəb olur.
Yəni başqa birisi deyir ki, əlimə bir yara çıxmışdı. Başqası onu görür və yaranı görüb təsirlənir. Yəni halı pisləşir və mən ona dedim ki, elhamdülillah. Yəni Allah həmd olsun ki, yəni bu yara mənim əlimə çıxıb. Əgər bu gözümdə olsaydı necə olardı? Və yaxud dilimdə olsaydı. Yəni insan nə qədər xəstə, ağrı, acı içərisində olsa da, ondan da ağrını fikirləşəndə onu görür ki, nemət içərisindədir. Amma əksinə insan başqasını fikirləşəndə, yəni birincisi o sıxıntı aradan qalxmır, üstəlik ona mənəvi daha çox təsir edir. O sıxıntının daha da artmasına səbəb olur. Və bəzən görürsən, insan yataqda yatıb və görəndə ki, insanlar rahat danışır, gülür və yaxud da gəzir və özündə olmadığına görə daha da artır. Mənəvi onun əzabının artmasına səbəb olur. Amma biləndə ki, ondan da ağır halda olanlar var. Və həmçinin yəni bu yatış onun boşa getmir. Onun üçün bir kəffarədir. Yatağında olduğu halda sağlam ikən etdiyi əməllərin hamısı ona yazılır. Uzandığı halda qıldığı namazlar, cəmaat namazları və həmçinin oruçlar tuturdu, nafilə oruçlar tuta bilmir, onlar yazılır. İnsan bunları fikirləşən nə qədər təsəlli tapmasına və həmçinin bununla da Rəbbinə şükr edənlərdən olmasına səbəb. Bu əzəmətli bir qaydadır. Ona görə insan nəsə bir şey itiribsə və ondan da ağırını fikirləşəndə bilir ki, yəni nemət içərisindədir. 100 itirən, 100 manat itirən, 1000 manat itirənləri xatırlasın. 1000 itirən, 10 min itirənləri, 10 min itirən, 100 min itirənləri xatırlasın. Biri deyir ki, mən deyir, qohumlarından birinin evinə getdim, gördüm ki, həyətdə dəli kimi ora-bura gəzir, özünə yer tapa bilmir. Dedim ki, nə olub sənə? Deyir ki, malımın bir hissəsini əlimdən alıblar. Dedim ki, nə olsun alıblar? Yəni, o sənin bu hərəkətini kim edər? O insan ki, malını əlindən alıblar, heç nəyə qalmayıb. Amma sənin ki, yerdə malın qalıb. Və ona sual verdim ki, bu həyətdəki ev kimin? Deyir ki, mənimdir. İçindəki əşyalar deyir ki, mənimdir. Tək Bağdad şəhərində onun 1 milyonluq malını saydım. Sonra mənə deyir ki, Allah razı olsun, 3 gündür çörək yemirdim. Yəni, biraz da danış, rahatlıq tapım. Yəni, görsən, insan bəzən yəni ona hər hansı bir müsibətin gəlməsi böyük təsir edir. Amma fikirləşəndə ki, elə bir ev yoxdur ki, orada bir sıxıntı olmasın. Və həmçinin insanlar var, ondan da daha ağır vəziyyətdədirlər. Onu fikirləşməsi insan nə qədər təsəlli tapmasına və həmçinin Allah Teala'nın onun üzərində nemətinin nə qədər çox olmasına səbəbdir. Bəzən insan bunları düşünmür. Başqa birisi deyir ki, mən bir insan gördüm. İnsan xəstə idi, kasıb idi, əlil idi və kör idi. Və gördüm ki, bu dilinin altında nəsə deyir. Yaxınlaşdım, bu sözləri deyirdi ki, Elhamdülillahillezî faddalani ala kəsirin min ibadih. Məni yaratdıqlarının çoxundan üstün edən Allah həmdə layiqdir. Məni yaratdıqlarının çoxundan üstün edən Allah həmdə olsun deyir. Və mən də baxıram, bunun nəyi var ki, bu belə şükür edir. Və mən ona sual verdim, dedim ki, Rahiməkallah, bimədə faddalak, Allah sənə rəhm eləsin, Allah Teala sən nə ilə üstün edib? Deyir ki, mən dedi ki, Razaqani qalbən şəkiran və lisanən zəkiran və cəsədən aləl bəla'i sabira. Allah Teala mənə şükr edən qəlb, zikr edən dil və müsibətə səbr edən bədən verir. Yəni, bu da çoxlarında yoxdur. Şükr edən qəlb. Yəni, zahirən problemlər varsa, amma qəlb yerindədir. Və ona görə Allah Teala buyurur ki, فَإِنَّهَا لَا تَعْمَلْ أَبْصَارِ وَلَكِنْ تَعْمَلْ قُلُوبُ الَّتِي فِي الصُّدُورِ. Gözlər kör olmaz. Kör olan sinələrdəki qəlblərdir. Ola bilər insanın başındakı gözlər görür. Amma o insan Rəbbini tanımırsa kör o sayılır. Amma bir insan ki, başındakı gözlər görmür. Amma qəlbi isə Rəbbini tanıyır, öz yaradanını tanıyır. Ona şükür edir, onun əmirlərini yerinə yetirir, ona qulluq edir və o insan kör sayılmır. Ona görə Allah Teala buyurur, فَإِنَّهَا لَا تَعْمَلْ أَبْصَارِ. Gözlər kör olmaz. وَلَكِنْ تَعْمَلْ قُلُوبُ الَّتِي فِي الصُّدُورِ. Lakin kör olan sinələrdəki qəlblərdir. Yəni Allah Teala istəyir hər birimizin qəlbini islah etsin, qəlbimizin xəstəliyini aradan qaldırsın, bizə doğrunu doğru olaraq göstərsin, doğruya müvəffəq etsin və batili kimi göstərib batildən çəkindirsin. Allah razı olsun. Selamun Aleyküm.